üzərində heç bir yazı olmayan 2 stəkan kola insanlara təqdim olunur. Kolaların biri Pepsi, biri isə Coca-Cola olur. İnsanlardan hansının daha ləzzətli olduğunu soruşduqda onların %55'i Pepsi'nin, yəni üzərində yazı olmayan, sadəcə tədqiqatçıların bildiyi Pepsi'nin daha ləzzətli olduğunu deyirlər. 2 içkinin də Coca-Cola olduğu bir başqa tədqiqat həyata keçirilir. Lakin stəkanların birinin üzərində Coca-Cola yazısı olur. Burada isə nə hikmətdirsə, insanların %65'i Coca-Cola'nın daha ləzzətli olduğunu. Əslində ikisi də Coca-Cola. Sadəcə üzərində Coca-Cola yazısı olanın daha ləzzətli olduğunu deyirlər. Baxın, bu Coca-Cola markası o qədər cəmiyyətdə yəni reklam olunub ki, pazarlanıb ki, artıq insanların verdiyi reaksiya məhsulun keyfiyyətinə, dadına görə deyil, onun üzərində olan işarələrə görədir. Hətta iddia edirlər ki, bəli, Coca-Cola'nın keyfiyyətini insanlar onun verdiyi dada görə deyil, reklamlar vasitəsilə insanlarda yaradılan o duygusal işarələrə görə, şəkillərə görə, yazılara görə formalaşır. Bugün insanların o yazını görməsi onların ağlında o keyfiyyəti, necə deyərlər, formalaşdıra bilir. Bax, bu videomuzun əvvəlində dediyim kəlmələrin, bir kəlmənin digər başqa bir halı, vəziyyəti və ya kəlməni ağlımızda canlandırması kimidir. Və təəssüf ki, bəzən bunlara aldana bilirik.